Bismillahirrahmanirrahim. Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah. Əziz müsəlmanlar, bilinməsi vacib olan məsələlərdən biri də budur ki, əgər insan öz Rəbbinə iman gətiribsə, özünə müsəlman deyirsə, imanın digər şərtlərini də mütləq şəkildə yerinə gətirməlidir. Və biz çox zaman özünə müsəlman deyənlərin dilindən eşidirik ki, onlar Rəbbim Allahdır, Peyğəmbərim Muhammed sallallahu aleyhi və səlləmdir, kitabım Qurandır. Bunları deyirlər və bunlara inanırlar. Lakin axirət məsələsində isə şübhəli yanaşırlar. Və yaxud da ki, mələklər iman məsələsində və digər məsələlərdə. Hansı ki, bu qeybin olan məsələlərdəndir. Unutmaq lazım deyil ki, bir insan özünə müsəlman deyirsə, mütləq şəkildə imanın digər şərtlərini də yerinə yetirməlidir. Və imanın da 6 rükünü vardır. Yəni 6 şərti, ərkanı vardır. Və onlardan da birincisi Allah'a iman gətirmək, onun mələklərinə iman gətirmək, onun kitablarına, peyğəmbərlərinə, axirət gününə və həmçinin qəza və qədərə iman gətirməkdir. Və bu 6 şərtdən hər hansı biri olmazsa, yəni məsəl üçün insan deyərsə ki, mən bu sadalanan 5 şərtin hamısına iman gətirirəm, sadəcə olaraq orada qeyd olunan axirət məsələsini şübhə ilə yanaşıram. Və yaxud da ki, qəza və qədər məsələsini. Və deyirik ki, belə olan halda sən müsəlman sayılmırsan. Müsəlman olmağın üçün mütləq şəkildə bu 6 rükünün hamısına iman gətirməlisən ki, sən müsəlman sayılasan. Hətta bunlardan birinə şübhə ilə yanaşsa belə, bu da keçərli deyil. Hətta 99% inanıb, 1% inanmasa belə, yenə də onun imanı keçərli deyil. Mütləq şəkildə bu şərtlərin hamısına %100 etiqad edib iman gətirməlidir. Əgər bu sadaladığımız imanın 6 şərtinə iman gətirərsə, artıq o İslam dairəsinə daxil olmuş olur. Lakin burada sual yaranır ki, o zaman möminlə müsəlman arasında fərq nədir? Yəni təslim olanla iman gətirən arasında fərq nədən ibarətdir? Cavab budur ki, iman İslam dərəcəsindən daha üstündür. Belə ki, hər mömin eyni zamanda müsəlman sayılır. Lakin hər müsəlman isə mömin deyil. Ümumiyyətlə, İslam və iman kəlməsi bir yerdə cəm olduqda, bir yerdə işləndikdə bunlar arasında fərq var, bəli. Mömin başqa şeydir, müsəlman başqa şeydir. İman başqa şeydir, İslam başqa şeydir. Lakin ayrı-ayrılıqda zikr olunduqda isə İslam həm iman mənasını verir, iman isə İslam mənasını verir. Yəni, müsəlman mömindir, mömin də müsəlmandır. Çünki Uca Allah Əl-İmran surəsində buyurur ki, İnnəd-dinə indəllahil İslam. Və bu ayədə də Uca Allah buyurur ki, Allah qatında qəbul olunan din İslam dinidir. Və burada da həm iman gətirmək də nəzərdə tutulur. Lakin dedik ki, iman İslam dərəcəsindən daha üstündür. Məşhur bilinən Cəbrail hədisində bu barədə də bəhs olunur. Necə ki, Cəbrail əleyhissalam Allah Rəsulu sallallahu aleyhi və səlləm yanına gələrək ondan bəzi şeyləri İslam, iman və ehsan haqqında soruşduqda, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm iman haqqında soruşularkən başqa bir cavab, İslam haqqında soruşularkən başqa bir cavab verir. Və Cəbrail əleyhissalam Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən İslam haqqında soruşduqda o deyir ki, ən təşhədə ən la ilahə illallah və ənə Muhammedən Rasulullah. Və tuqiməs-salə və tu'tiyəz-zəkə və təsumə Ramadan və təhuccə beytillahil haram. Bunlar da birincisi kəlmə-i şəhadət, la ilahə illallah, Muhammedən Rasulullah, namaz qılmaq, zəkat vermək, oruç tutmaq və həcc etməkdir. Yəni, İslamın 5 şərti bunlardan ibarətdir. Lakin iman barəsində soruşduqda isə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, ən tu'minə billahi və mələikətihi və kutubihi və rasulihi və bil yevmil əxir və bil qadəri xayrihi və şərrihi. Allaha, mələklərinə, onun kitablarına, rəsullarına, axirət gününə və qəza və qədərin xeyrini və şərrinə iman gətirməyindir. Və buradan da gördüyümüz kimi Peyğəmbərimiz sallallahu aleyhi və səlləm İslam və iman arasında fərqdir. Və buna görə də elm əhli deyir ki, İslam özündə zahirdə olan əməlləri əhatə edir. Yəni, zahiri əməllərdən ibarətdir. İman isə qəlblə bağlı olan əməlləri özündə əhatə edir, yəni qəlb əməllərindən ibarətdir. Fayda olaraq qeyd edək ki, bu hədisdə Cəbrail əleyhissalam Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən ehsan barəsində də soruşur və ehsan barəsində isə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, ən tə'budallaha kəənnəkə tərah fə illəm təkun tərahu fə innəhu yarak. Allahı sanki onu görürsənmiş kimi ibadət etməyindir. Sən onu görməsən də, lakin o səni görür. Ehsan mərtəbəsi isə bu sadaladığımız İslam və iman mərtəbəsindən də ən yüksək mərtəbədə olan bir dərəcədir. Və ehsan sahibi isə möhsin adlanır.
Demək ki, müsəlmanla mömin arasında fərq vardır. Yəni, mömin müsəlmandan dərəcə baxımından daha üstündür. Və bu barədə də həmçinin Uca Allah Hucurat surəsində bədəvi ərəbləri haqqında buyurur ki, Qalətil ə'rabu əmənnə. Bədəvi ərəblər dedik ki, biz iman gətirdik. Lakin Allah-u Teala Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə deyir ki, Qul ləm tu'minu və ləkin qulu əsləmnə. Lakin deyin ki, xeyr, iman gətirmədiniz. Biz təslim olduq, deyin. İman sizin hələ qəlblərinizə oturmamışdır. Və bu ayədən də göründüyü kimi Allah-u Teala da öz kitabında iman və İslam arasında fərq qoyur. Söhbətimizin sonunda isə ümumiləşdirərək qeyd edək ki, dinin ümumiyyətlə 3 mərtəbəsi var. İslam, iman, ehsan. Bunlardan ən üstün dərəcə ehsandır, sonra imandır, sonra isə İslamdır. Və doğrusunu Allah bilir. Və sallallahu aleyhi nəbiyyinə Muhammedin və alə əlihi və sahbihi əcməin.